Bak ilk sevdiğim, ele gözümü açıp demişim anam. Biz hayatımı gec kurmağımdan ondan əmələ gəlib. O kadar onu sevmişəm ki, o kadar sevmişəm ki, fikrimden çıkıp, hayat kurmak lazımdı. Vaxt geçir, hayat kurmak lazım. Bunlar da yadımdan çıkıp. Ne kadar insanda, mən demirəm valla, hamı anasını sevir. Deyirəm, ay Allah, ne yaxşı o məhəbbəti vermişsən mənə, anamın məhəbbətini. Həmişə də deyirəm, uşaqlarıma da demişəm ki, bilmirəm valla, bəlkə sən əmsəmini ailə söhbəti eləyiriksə, bu ürəyimdən gələn söhbətdir. Hərdən mənim yoldaşım deyər ki, mən uşaqlara deyirəm ki, mən öləndə anamın ayağı, məni yandırarsınız. Anamın ayağının altında bastırarsınız. Çünki burada yer yoxdur, ancaq atamla anamdır. Nə qədər ağır ki, ondan ayrı düşməyim, dedim düşməyim o provinsiyasını xiyabana düşməyim də. Səlim hərdən mənə deyər ki, arxayan olayım, sən rəhmətə gedəndə səni orada bastıracaqlar. Dedim, mən ancaq demişəm ki, uşaqlarıma, mənim qəbrim partlar ki, əgər gedin, bax danışıram da hərbə vurmayın, gedin anamın qəbrinin üstünə. Əgər ora getsiniz, mənim ruhum xoş olacaq, mənə gəlməyin. Çünki mən getsəm sonra, mən öldüm. Deyirəm ki, onlar getsin.